Salam dostlar, bugün sizlerle birlikte Quartaro Theorem Public Mentorship'in içini izah edeceğim. Bugünkü dersimiz sürücüler ve proponların praktik tətbiqi olacaq. Yəni chart üzərində biraz daha bugün daha çox işləyəcəyik. İlk öncə bildiyiniz kimi birincini izləmişsə çox güman ki və proponlar haqqında danışacağam. Hansı ki digər dərsləri xatırlayacağınız kimi proponlar bizim üçün vacib idi. Vacib idi yəni Quartaro Theorem'in təməllərindən biridir. Dediyim kimi Q1-dan Q4-a qədər hələ ki bir dənə üstündən keçəcəm. Sonra isə əsas tropunun üzərinə düşəcəyik bugün. Mən izah eləmişdim. Həmçinin illik, aylıq, həftəlik kimi sessiyalar olur və 4 bərabər hissəyə bölünür. Artıq bunları bilməlisiniz. Accumulation, manipulation, distribution, contention və reversal. İllikdən tutmuş 90 dəqiqə sessiya və ya 25.5 dəqiqə sessiya qədər düşə bilər. Tropun istənilən Q2-nun açılış qiymətləri artıq siz bunu bilirsiniz. Çox güman ki, digər dərsdən Q2-nu biz bias belə desək üçün də işlədə bilərik. Hansı ki, Q2-nu bias üçün belə işlədə bilərik ki, əgər bizim true day open-un, məsələn, true day open-un altındayıqsa, biz burada buylar üçün baxacağıq. True day-in üstündə isə, true day open-un üstündə isə biz bu short üçün baxacağıq. Amma təbii ki, biz baxmalıyıq ki, trendimiz, narrativimiz hansı yöndədir. Digər dərslərdə narrativin və MXMM modeluna da öyrədəcəyik. Dediyim kimi IC-nin köklərini də bilməliyik biz əgər Quartaro Theorem'ı öyrənmək istəyiriksə. Deməli, belə deyək, harda işləm axtarmalıyıq? Təbii ki, Q2-nun açılışından sonra işləmlərə baxmalıyıq. Q1 çünki izah elədim sizə, Q1 əslində bizim üçün çox vacib bir quarterdır, hətta ən vacib quarterlardan biridir mənə görə. Çünki Q1 bizə digər quarterların nə edəcəyini göstərir. Q1 accumulation keçsə, digər Q2-nun manipulation olacağını artıq bilirik və distribution, contention və reversal olaraq gedəcək. Bu digər şərtdə XAMD moduluna əsasən nə demişdik biz? Contention, reversal, sonra isə dediyim kimi accumulation, manipulation, distribution Q4-da gəlir. Və burada bir qeyd də keçim ki, həmişə belə olmur, xeyr. Elə ola bilər ki, elə günlərdə Q1 və Q2 ola bilər ki, accumulation olsun, Q3 ola bilər ki, həmin vaxtı yuxarıya doğru və ya aşağıya doğru Q1 və Q2-nun lowlarına və ya highlarına manipulate edib, sonra isə öz direction'da getsin. Biz bunu biraz daha irəlilərdə öyrənəcəyik. Dediyim kimi, Q2-dan sonra artıq biz işləmə baxmaya başlamalıyıq. Səbəbi isə dediyim kimi Q1 hələ accumulation fazasında qiymət arada yatır və contention və reversal verib biz bunu bilə bilmirik təbii ki. Amma dediyim ki, bir əvvəlki quarter-a əsasən, yəni Q1 bizim üçün ən vacib quarter-dır. Q2 açılan tropun formalaşanda əsl niyyətini göstərməyə başlayır. Əsasən Judas Swing bilirik biz, hansı ki Judas Swing bizim 930 açılışıdır. Hansı ki bir çox ICT traderlər buna Judas Swing deyir, çünki bu week daha çox manipulativ bir şey yarayır. Ona görə daha çox buna manipulyasiya deyirlər. Bunları bilməyinizə çox da ehtiyac yoxdur. Yəni bunları digər dərslərdən bilirsiniz artıq. Əsas bizim üçün gələcək bura. Biz hansı time frame-lərdə hansı tropunlara baxmalıyıq və belə deyək, hansı etibarlı zonada trade eləməliyik, təbii ki, bunu da deyim. Q3 bizim üçün ən yaxşısıdır. Çünki biz distribution trade demək istəyirik. Və belə desək, Q2 manipulation da trade edə bilərsiniz. Əgər, yəni belə deyim, bunun üzərində ustalaşmaq istəyirsinizsə, bəli, manipulation da trade edə bilər, amma ən rahat trade etmək üçün belə deyək, Q3-də distribution trade deməkdir. Səbəbi də nəyə görə distribution trade deməkdir? Onu da deyim. Çünki distribution belə desək, manipulationdan daha tez zamanda baş verir. Düzdür, elə ola bilər ki, contention və reversal olur həmin günlər və onları isə biz gələcəkdə öyrənəcəyimiz weekly cycle SSMT-lər, yəni daha doğrusu SSMT-lər üzərindən biləcəyik ki, SSMT, PSP, Swing Divergence, PRC kimi modulları öyrəndikdən sonra biləcəyik ki, nə zaman biz reversal və ya nə zaman bir contention baxırıq gündə. Deməli, diqqət, tropunlar həmçinin bizim üçün TP nöqtələri ola bilər. Qısaca point of interest, hansı ki qiymət, belə desək, true day open-un altına gəlmək istəyir. Məsələn, deyək, bir növ dediyim kimi true day open-lar bizim üçün premium və discount rolunu oynayırdı. Hansı ki true week open-da buna aiddir, true microsession-a da aiddir, digər bütün tropunlara aiddir. Hansı ki qiymət oralara çəkilib, sonradan yoluna davam etmək istəyə bilər, oradan alıcı və ya satıcı tapdıqdan sonra. Hər şey əla, bəs hansı time frame-lərdə biz hansı tropunlara baxmalıyıq? 4 saatlıq time frame üçün monthly cycle demişdik biz buna. True monthly
True months open'a baxmalıyıq. Weekly cycle üçün true weekly open. Hansı ki weekly cycle'dır, 1 hour. 15 minute daily cycle üçün true week open və true day open. Əsasən true day open üzərində yoğunlaşmalıyıq. 5 minute-da, 90 minute cycle-da true day open və true session open-a baxmalıyıq. Hansı ki true Asia open, true London open, true New York open. Və biz bilirik ki, əgər məsələn London sessiyasındaysa, əgər true Asia open-u işlədə bilmərik biz. Digər belə desək, bizdən əvvəldə olan, yəni işlədiyimiz sessiyadan əvvəldə olan sessiya bizi maraqlandırmır artıq. Və əsasən mən 5 minute-da true session open-a fokuslanmanızı tövsiyə görərdim. Amma true day open-a da mütləq şəkildə önəm yetirin. 1 minute isə microcycle-da isə true microsession-a və ya true session-a da baxa bilərsiniz, amma əsasən true microsession. Əsasən biz burada true open-lar haqqında nə öyrənəcəyik? True open-lar işlədərək biz qiymətin necə zəif və ya belə deyim, necə güclü olduğunu belə deyək, öncədən təxmin etmiş ola bilərik və hansı pairdə daha yaxşı olar ki, biz işləm baxaq. Düzünü desəm, bir çoxumuz NQ-də işləm baxırıq, amma elə ola bilər ki, NQ həqiqətən bəzən consolidate olur, YM məsələn distribution tez verir və ya ES deyək ki, distribution tez verir, digərlərinə baxın. Burada yazdığım kimi qiymətin true openlara necə respekt, hörmət etdiyi bizim biasımıza kömək edə bilər və qiymətin true openlardan necə reaksiya aldığına baxaraq biz hansı pairin bias yönündə daha güclü ola biləcəyini öncədən təxmin edə bilərik. Bizim məqsədimiz isə təbii ki, ən güclü pair hansıdırsa, belə deyək, bias yönümüzdə onu da trade axtarmalıdır. Məsələn, bu şəkildə baxdığımız, məsələn, bu şəkil. Buranı dolma verim. Açılmış. Aha. Bu şəklə baxanda biz nə görə bilirik? True day open deyə, true week open-dadır bu səhv eləmirəmsə buradakı şey. Məsələn, bu şəklə baxdığımız zaman görə bilirik ki, ES true week-in altına düşməkdə çətinlik çəkir. Gördüyünüz kimi, hansı ki NQ və YM isə true week-in altına düşməkdə heç bir çətinlik göstərməyərək sonradan düşürlər. Amma burada gördüyünüz kimi və digər pairlərin bu bizə onu deyir ki, NQ və YM dediyim kimi true week open-un altına düşür. Amma ES-in daha bullish olduğunu deyir bizə. Çünki oxuyaq buranı. Bullish digər pairlər nəzərən, səbəbi isə buyerlar qiymətə true week open-un altına salmağa icazə vermirlər. Yəni əslində true week open-un altının qiymətləri necə reaksiya aldığına da biz baxmalıyıq, düzdür. Amma true open-ların belə deyim, bir pairin çəkilib də və ya iki pairin çəkilib də digər pairin çəkilməməsi bizə çəkilməyən pairin daha bullish olduğunu və ya bearish olduğunu göstərir. Yəni bias yönündə olduğunu göstərir. Məsələn, burada deyək ki, siz YM-də işləm axtarırsınız, amma bir dənə YM-ə baxın və ES-ə baxın. ES-in necə sürətli şəkildə buradan reversal verdiyinə baxın. Düzdür, gələcəkdə izah edəcəm. Səhv eləmirəmsə, burada PSP var. Ona görə belə bir V-shape bir modul almışıq. Və dediyim kimi, true week open-un altına düşürük. Burada hətta weekliyirik. Əslində, burada 3 pairdə də işləm ala bilərdiniz. Amma mənim gözləmim odur ki, burada ES-də almaq daha sərf eləyəcək bizə. Çünki bu, belə desək, true week open-un altına düşəndə biri gəlir, digəri gələnmir. Və bu isə bizə göstərir ki, hansı pairin zəif, bias yönündə zəif, hansının isə daha güclü, qismən daha güclü olduğunu göstərir. Düzdür, hamısı, belə desək, true week open-un altına düşəndən sonra gördüyünüz kimi bullish gedibdir. Amma dediyim kimi qismən aralarında daha güclüsü olanlar olur. Hansı ki burada ES-dir və ES-də biz təbii ki işləm almaq istəyə bilərik. Gəldik bura və deyə bilərsiniz ki, indi biz yaxşı true open-ları necə bias yönündə işlədə bilərik. Məsələn, gələk bura. Bugünkü trade-imi göstərəcəm elə sizə. Yes deyil axı. Okay. So, silək, hər şey silək. Biz chat view. Aha. Bugünkü işləmdə nəyə görə mənim belə desək NQ-də aldığıma baxacağıq. İlk öncə onu deyə bilərəm ki, NQ-də almağımın tək səbəbi odur ki, belə desək SMT-ni çox iləride izah eləyəcəm. Yəni qısaca SMT-ni bilirsiniz artıq çox gümankar istidən. Amma SSMT-ni bilmirsə qısa şəkildə izah edeyim. SSMT SMT-nin bir formasıdır, hansı ki time və price-in alignment-ıdır. Okay, qısaca bunu deyə bilərəm sadəcə. Və biz quarterlar seçmişik. Məsələn, bir quarterın hayını digər alır, bir digər pair alır, bir ala bilmir. Məsələn budur. Amma daha dərinə təbii ki enəcəyik biz burada. Məsələn,
Mən nəyə görə burada NQ-də almışam. Əslində belə baxanda hamısını da ala bilərdim. Amma burada gördüyüm bir şey var. O da ki, gördüyünüz kimi, burada. Mən nəyə görə, hansı ki burada, nəyə görə ES-də almadım? Bunu deyə bilərsiniz mənə. Çünki ES-də belə baxanda TrueDay Open-un altına da gəlmiş hətta və TrueDay Open-a çox daha yaxın burada. Məsələn, burada dediyim şey də ola bilərdi. Məsələn, burada TP-ni mən hətta TrueDay Open-un altına qoymaq istəyirdim. Amma burada görürəm ki, ES TrueWeek Open-un üstünə çıxır. TrueWeek Open burada deyil. Məsələn, bu da True New York Open-un üstünə çıxır. Əslində bu da True New York Open-un üstünə çıxır. Amma məsələn burada YM dəstəsində çox yaxşı bir price veribdi. Amma belə deyək, hansının buradan necə reaksiya aldığına artıq bizə SMT də kömək edir, düzdür. Amma burada mənim bearish olmağıma belə deyək, ən şey bu ola bilər ki, gördüyünüz kimi əslində TrueWeek Open-a burada dəymişik və burada dəyməmişik. İndi deyə bilərsiniz ki, ES-ə niyə almamısan? Çünki ES-də Open-ları qoyaq bir kənara, əslində True Open-a dəymişik məsələn burada və buradan sonra necə reaksiya aldığımıza baxın. ES-də gördüyünüz kimi biz yuxarıya doğru bir trenddə gedirik, düzdürmü? Amma Nasdaq-a baxın, Nasdaq yuxarıya doğru gəlməyə heç fikirli deyil. Yəni biz burada nə demək istəyirik? ES bizə göstərir ki, mən getmək istəmirəm da ki, yəni aşağılara doğru. Bu lowları gəlib götürmək istəmirəm. Başa düşdün? Çünki mən yuxarıya doğru gedirəm. Yəni qısa bir trendline bilən biri belə, yəni bunu deyə bilərdi. Çünki bizim burada TrueWeek Open-umuz var, hansı ki gəlib toxunmalıyıq buna. ES deyir ki, mən gəlib buna toxunmaq istəyirəm. Çünki yəni price action-a baxanda biz bunu görə bilərik. Çünki burada failure swing-lərə baxın və buradakı belə deyək failure swing-lərə baxın. Biz aşağıda qoyuruq məsələn burada. Amma burada isə yuxarıda high resistance liquidity yaradırıq. Düzdürmü? Və biz bu da bizə gəlib göstərir ki, biz TrueWeek Open-a gəlməliyik. Yəni nə izah eləmişdim? TrueWeek Open-a bizim üçün həmçinin bias yönəlmir. Dediyim kimi, artıq biz bu şeyi görəndən sonra, belə bir yapı görəndən sonra biz deyə bilirik ki, hə, bunun bir sonraki durağı TrueWeek Open olacaq. Düzdürmü? Və bura gələndən sonra təbii ki, tez şey edim. Məsələn, buradayıq da, düzdür. Və sizə dediyim tema yenə. Mən nə demişdim sizə? Demişdim ki, məsələn, bu TrueDay Open-a gəlməkdə çətinlik çəkir. Düz yuxarısında bağlıdır. Hətta yuxarısında bağlıdır. Amma bir dənə buna baxın, yəni daha bearish yapıdadır. Görürsüz? Çünki TrueDay Open-un altına gəldi və buradan belə desək, mən əslində burada bir dəqiqəlik çəkək bir dənə. Və ya buna True Micro Session da deyə bilərik. Buna True Micro Session da aid edə bilərik. Məsələn, bura. Məsələn, qiymət burada neydi onun adı? Gördüyünüz kimi ES-də consolidation var biraz və NQ-də isə daha belə açıq trenddir və NQ TrueDay Open-a daha rahat şəkildə gəlir və bizə deyir ki, mən daha bearishəm. Məndə işləməz. Okay? Amma hansı ki bura gəlib baxanda görürük ki, biz hələ də consolidate edirik və TrueDay Open-a gəlməyə çətinlik çəkirik. Okay? Və True Open-ları belə işlədə bilərik və ya dediyim kimi, məsələn, buradan girən biri deyək, məsələn, mən buralarda girmişəm. Aldığım işlem belə bir şeydir. Məsələn, mən burada girmişəm. TrueDay Open-u mən məsələn target kimi götürə bilərəm. Çünki bilirəm ki, həqiqətən TrueDay Open strong bir drop on liquiddir. Və ya TrueWeek Open. Bu qədər. Yəni True şeyin üstündə çox da durmaq istəmirəm. Sizə biraz qısaca market yapısını açıqlamaq istəyirəm. Əslində MXM və narrativə digər mövzularda gələcəm. Amma sizə indi izah eləmək istədiyim bir şey var. O da ki, qiyməti necə MXM deyirlər də, daha doğrusu. İşlədə bilərsiniz MXM-dən. Əslində mən daily, məsələn, daily power 3, məsələn, bunu açıq. Okay.
Siz deyə bilərsiniz, indi sən niyə burada short götürmüsən? Bu günün də short götürməyimin ən əsas səbəbi nədir? Deməli, ES-ə baxaq və bura baxaq. ES-də nə görürük? Yəni buranı bir consolidation level kimi niyə götürə bilmərəm? Bura təbii ki, mənim consolidation alanımdır, düzdür? Bura consolidation alanımdır, okay? Burada çünki hansı trenddə olduğumu bilmirəm. Məsələn, ES-də də belədir bu. Məsələn, YM-ə baxmayacağam, amma ES-lə çünki NQ daha correlate gedir. Amma məsələn, YM-də də eyni şey. Just consolidating, okay? Baxın bir dənə bura. Consolidating-ə baxın. Okay. Məsələn, bunlar əks istiqamətdə gediblər başa. Məsələn, bu long gap, bu short gapdir. Aha. Dediyim kimi, məsələn, bura artıq bizim üçün nədir? Consolidation. MXM necə olurdu bizdə? Qısaca izah edeyim onda sizə. Burada şey yoxdur. MXM belə bir şeydir. Yəni consolidate edirik aşağıya doğru, retracement təzədən aşağıya doğru, harasa gəldik, liquidasiya point of interest aldıq. Burada qırılım, artıq long olduğunu bildik. Retracementdan məsələn giririk işləm. Düzdürmü? Bunu quarterly teoriya ilə necə işləyəcək onu da deyim. Deməli. Buranı götürək original consolidation area kimi və belə deyək. Sizə. Bu arada Trubikop'una necə yaxın gəldiyimizə baxın və bura necə dəymədiyimizə də baxın. Həqiqətən, yəni bu artıq biraz market experience-dir, düzdür. Amma bura necə dəymədiyimizə də baxın da, yəni bir dənə. Buranı götürməmişik, düzdür? Və buranı götürməyəndən sonra belə bir move eləmişiksə, bu bizə deyir ki, Rubik Open-a mən gəlmək istəmirəm artıq, okay? Çünki mən artıq buranı yoxladım və sellerlar, daha doğrusu üzrsən, buyerlar bunun üzərinə doğru çıxarda bilmirdi ki, hansı ki buradan yıxsın. Və bunlar buradan artıq reversal verdiyini istəyibdi, okay? Məsələn, London Trade deyən biri olsaydım, həqiqətən, burada məsələn, bu buy modulu, düzdür, mənim biasım sell-dir. Amma bu buy modulu təbii ki, trade deyərdim, çünki çox apaçıq bir şəkildə buy modulu olduğunu göstərib bizə. Nəyə görə? Bura original consolidation gəldi. Burada bir retracement'ımız var, düzdür? Retracement alandan sonra burada bir əsas high'ımız, əsas low'umuz var. Hansı ki bu low low'dur. Quarterları bildiyimiz üçün artıq deyirəm. Quarter 4-ün low'udur. Və bu isə quarter 1-də, düzdür? Quarter 4-ün low'udur bura, düzdürmü? Gəlib buranı götürüb, buranı götürəndən sonraki bir reaksiyasına baxın. Artıq buranın retracement olmadığını, bu low'un üzərində, bu high'ın üzərində qırılandan sonra bunun bir retracement olmadığını biz anlayırıq. Və biz artıq sell curve-dəykən artıq biz buy curve-ə qədər getdiyimizi bilirik artıq. Hara qədər gedəcəyik buy? Ya bura qədər gedə bilərik, ya bura qədər gedə bilərik. Və ya bura qədər. Hansı ki, buradan qiymət artıq dönmək istəyirdi. Nəyə görə buraya qədər getmişik çox güman ki, onu da deyim. Çünki bu high artıq buraları siplədiyi üçün ES-də, bura artıq bizim üçün protected high-də hətta. Ona görə buradakı high götürmək ən yaxşısı olar və həmçinin bu IC kill zoneslara baxan biri üçün bilir ki, bura IC high-dır. Dediyim kimi, bura sell curve-dür məsələn. Bura gəlibdir artıq. Nə görürük burada? Retracement-a bir dənə baxın buna. True Day Open-dan necə işləm ala bilərdiniz, onu göstərəcəm sizə. True Day Open açılıb, bir dənə Wick-ə baxın, bu Wick-ə baxın. Sadəcə bu Wick yəni bizə hər şey bəhs edir ki, biz necə buy curve-ə MMBM deyirlər də, düzdür? MMBM, hansı market maker buy modulu izah edir, düzdür? Bunlar digər günlərdə daha da üstünə düşərək deyəcəm, market. Digər dərslərdə öyrədəcəm, daha dərin. Sell model, okay. Bunların necə işlədiyinə baxın. Burada MMSMM, yəni Market Maker Sell modulu işləyib görün nə qəşəng. Sonra isə Market Maker Buy modula keçib və Buy modula keçdiyimizdə hardan öyrənirəm? Məsələn, sizə nə demişdim bias yönləndə? Buradakı bu rejection-a baxın. Gördünüz? Altında artıq body bağlayamamışıq və NQ-nun necə bullish getdiyinə baxın sonra. Əgər siz bunu görəndən sonra necə hoplana bilərsiniz işin? Məsələn, buranın qısaca ICT işlədən biri deyirəm. Hələ quarterly teori işlətmirsiniz. Sadəcə trade openları bilirsiniz, SMP falan bilmirsiniz. Sadəcə məsələn, ya buranın üzərindəki qırılımdan, ya da deyə bilərsiniz ki, mən break of structure falan gözləyəcəm, hələ gedəcəm.
Məsələn, bura çəkiləndən, məsələn, ya da OT işlədirsiniz deyə 0.5-nə gəldi. Mən buradan longlayacağam. Deyirsiniz və long edirsiniz. Məsələn, stopunuz burada olur ya da bu çox dərin oldu. Məsələn, deyirsiniz ki, buranı qırsa mənim üçün invalidation olacaq. Buranı isə target deyirsiniz və 3.87 götürüb çıxırsınız. Sonra isə qiymətin, nə dedim mən sizə? High time frame-də biz əslində nə edəyik? Sell moduldayıq, düzdür? Biz sadəcə low time frame-də 15 dəqiqəlikdə buy modulu trade edik. Buranı silək və mən sizə nə izah eləmişdim? Truvik openun üstünə necə çıxanlamışıq görürsünüz? Qiymətin zəifliyini göstərir. Buyerların necə zəif olduğunu göstərir, okey? Və buranı sipləyəndən sonra buradakı indi SSMT-ni hələ də izah eləməmişəm, amma SSMT-ni yaradandan sonra gördüyünüz kimi necə artıq bu əslində bu bizə deyə bilər ki, bəlkə də bu retracement-dır, düzdür? Biz buranı trade etmək istəmirik, onsa biz New York trade edirik, düzdür? Artıq biz bura görürsüz, gəldik. Okay, retracement. Buranı main liquidasiyanı götürmüşük. SSMP qoyduq deyə burada. Artıq buradan bunun altında bağladıqdan sonra mən başa düşə bilirəm ki, hə, biz market maker sell modula keçdik 15 dəqiqəlikdə. Buy modullaydıq, sell modul, buy modul, düzdür? Sonra isə yenidən belə deyək, consolidation. Əslində burada 5 dəqiqəlikdə consolidation var, çox güman ki. Bəli, consolidationumuz var. Düzdür? Gəldik, üstünə doğru qırdıq. Consolidation, AMD yapısı birbaşa. Accumulation, manipulation, sonra isə distributionumuzu götürürük buradan. Truvik openlarla bu qədərdir. Truvik open deyirəm. True openlarla bu qədər. Və hətta dediyim kimi True New York open var məsələn. Yəni 5 dəqiqədə mən sizə izah edeyim birazdan. Məsələn, burada True New York open əslində biraz çox consolidate olunub görürsüz də, yəni altına və ya üstünə çox tez gəlmişik. Amma qiymət axırıncı dəfə məsələn burada bilmirəm hansısa pairdə gəlmişdimi, yadımda deyil. Yəni gəlməyibdi heç birində, düzdür? Və gördüyünüz kimi, dediyim kimi Truvik opuna dəyəməm ki, Nasdaqda və sonra isə sell-off gəlibdi gördüyünüz kimi eşləyəcəm burada. Artıq buyerlar yuxarıya doğru çıxardıra bilməyibdi və sonra isə sell-off. True openlarla bu qədərdir artıq dərsimiz. Bu da belə bitdi. Gələn dərsimiz baxım görüm nə üzərində olacaq. Çox güman ki, SSMT-ləri artıq izah edəcəm, çünki SSMT-lər quarterly teorinin belə desək ən vacib yerlərindən biridir. True openlar düzü vacibdir, amma SSMT ən vacibidir və ikisini bir yerdə combine edib necə price və time-ın belə desək time və price-ı bir yerdə işlədərək necə çörək yeyə bilərik belə desək. Onu izah edəcəm. Görüşəndə bu qədər.